Bugün paylaşdığımız 9-cu siniflər üçün OTK-ya hazırlıq sınağında belə bir maraqlı sual var idi. Nəticələri də paylaşacağam. Baxın, birinci suala şagirdlərin demək olar ki, yarısı doğru cavab verə bilməyib. Bəs bu sualı necə həll etmək lazımdır? Gəlin baxaq. Deməli 3 tam dövrdə AB. Bilirik ki, bunu adi kəsrə çevirmək üçün burada mörtəzədəki rəqəmlərin sayı qədər məxrəcə 9 yazmaq lazımdır. Sürətdə isə həmin ədədin özünü, yəni AB-nin özünü yazırıq. Üstəgəl digərini eyni bu qaydada çevirsək, bərabərdir 5 olmalıdır. Baxın, burada tam hissələri toplasaq 4 tam edir. Amma cavabımız 5 tam olmalıdır. Deməli, onda bu kəsr hissələrin cəmi də bizə 1 tam verməlidir. Yəni 99-da AB üstəgəl 99-da 62 bizə 1 tam verməlidir. Və yaxud 1 tam da biz 99-da 99 kimi yaza bilərik. Onda məxrəclər onsuz 99-dur. Sürətlərin də deməli cəmi 99 verməlidir. Yəni AB üstəgəl 62 bərabər olmalıdır 99-a. Buradan AB-ni tapsaq 99-dan 62 çıxmalıyıq, yəni 37. Deməli A 3 imiş, B 7 imiş. Bizdən də AB hasını soruşurdu. Yəni 3 vur 7 cavabımız 21. Qeyd edək ki, sınağın bütün suallarının izahı artıq YouTube kanalımızda paylaşılıb, oradan kesit edərək izləyə bilərsiniz.